Ceyhun Mirzəyev Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş simalarından biri, Ögey Ana filmində canlandırdığı İsmail obrazı ilə qəlblərdə yaşayan və bugün də sevgi ilə xatırlanan sənətkardır. Az sonra Azərbaycan Dövlət Film Fondunda görkəmli aktyorun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Tədbirdə Ceyhun Mirzəyevin həm aktyor, həm də rejissor kimi Azərbaycan kinosuna verdiyi töhfələrdən danışıldı. Onu sevənlər sənətə olan səmimi yanaşmasını və yaratdığı unudulmaz obrazları xüsusi vurğuladılar. Qeyd olundu ki, Ceyhun Mirzəyevin yaradıcılığı bugün də tamaşaçıların yaddaşında yaşayır. Ceyhun Mirzəyev Azərbaycan kinosunda bir əfsanəvi bir qəhrəman idi. Azərbaycan kinosuna çox gözəl töhfələr verib və mən qeyd edilmək istəyirəm ki, hələ uşaq yaşlarından o Azərbaycan kinosunda çox səmərəli fəaliyyət göstərib. Və təsəvvür edin ki, ilk dəfə 1955-ci ildə Görüş filmində ekranlara çıxıb və həmin dövrdən başlayaraq da ömrünün axırına qədər Azərbaycan kinosunun çox parlaq bir qəhrəmanlarından birinə çevrilib. Ögey Ana filmindəki İsmail obrazı ilə hələ uşaqlıq yaşlarından milyonların sevgisini qazanan sənətkar tamaşaçı yaddaşında səmimiyyəti və təbii oyunu ilə dərin iz buraxıb. Bu obraz onun adını Azərbaycan kinosunda tanıdan ilk böyük uğurlardan biri oldu. Ana! Anacan! Can ana! Kasting keçirirdi. Mən də gəldim məni də gətirdilər bu deməli kastinga. Orada Ceyhun da var idi. Bir dənə də oğlan var idi İsmail roluna. Mən elə bilirdim o oğlan təsdiq olunub, adı da İsmail idi. Ancaq Ceyhun böyürdən dururdu, kömək eləyirdi, görsədirdi. O dəqiqə dedilər ki, münsiflər ki, İsmail Ceyhun olacaq. Film Qızıl Fonda girib. Deməli bu film neçə festivallarda yaxşı qarşılanıb. Ona görə də yaddadır. Bir sənə var, qoy onlar o yolla getsinlər. Biz bu dərədən kəsə yolla gedib, onlardan peş atarıq. Gizlər bir də onları qabağına atılarıq. Gedək. Gedək. Bu səs demək olar ki, hər kəsə tanışdır. Mozalan kino jurnalının girişində eşitdiyimiz vızıltı səsi məhz Ceyhun Mirzəyevə məxsusdur. O uzun illər Mozalanın bədii rəhbəri kimi fəaliyyət göstərib. Parodiya bacarığı yüksək olan sənətkar danışdığı insanların səsini və üslubunu asanlıqla təqlid etməyi bacarırdı. O vaxt bilirsiniz ki, müharibə zamanları idi. Mən həm müharibədə döyüşürdüm, həm də icazə alırdım. Fəryad filmində türk səhnələrini ifa edirdim. 15 gün ərzində məsələn Ceyhun Mirzəyevlə biz bərabər bu Fəryad filminin çəkilişində iştirak elədik. Düzdür, o zamanlar çox çətin idi, çox şəraitimiz yox idi. Ancaq yenə də mənim üçün məsələn böyük bir fəxrdir ki, böyük bir sənətkarımızla bir yerdə işləmişəm. Ceyhun Mirzəyev Fəryad adlı ekran əsəri ilə adını kino tariximizə qızıl hərflərlə yazdı. Fəryad filmi ilə müharibənin ağrı acısını, insan talihlərini və Azərbaycanlının mərdliyini ekranlaşdıraraq milli kinomuzda xüsusi yer tutdu. Lakin təəssüf ki, sənətkar bu ekran əsərinin premyerasında iştirak edə bilmədi. O, qəfil ürək tutmasından vəfat edərək yaradıcılıq yolunu yarımçıq qoydu. Ceyhun Mirzəyev bugün də hər kəsin sevərək izlədiyi Bəyin oğurlanması, İşarəni dənizdən gözləyin 777 nömrəli iş, Meşə xəlvət və özünün də rol aldığı Fəryad filmlərinin rejissorudur. Ceyhun Mirzəyev ömrünü kinoya həsr edən, ekran vasitəsilə insanlara duyğu ötürməyi bacaran nadir sənətkarlardan idi. Bugün Ceyhun Mirzəyevin xatirəsi yalnız filmlərdə deyil, onu tanıyanların yaddaşında, Azərbaycan tamaşaçısının qəlbində yaşayır. Anamın gözleri yoldadır bir göz yumarım, bir cadene kalmış yumarım.